Sənə onu ye, bunu yemə deməyəcəm. Çünki buna sən qərar verəcəksən. Elə isə videonun axırına qədər dinlə. Çünki bu zaman fikirlərin daha da netləşəcəyinə əminəm. Belə ki, bugün Alzheimer xəstəliyindən danışmaq istəyirəm. Ancaq bu günləri xəstəlik haqqında geniş məlumat verməyəcəm. Sadəcə bu xəstəlikdən uzaq olmaq üçün nələrə diqqət etməyimiz lazımdır, bunu deyəcəyəm. Belə ki, Alzheimer demensiya xəstəliyinin növlərindən biridir. Xalq içində daha çox tanınmış növüdür. Bu xəstəlik zamanı qısaca beynin strukturu, yəni quruluşu pozulur. Beynin quruluşuna pozulmasına asılı olaraq da həmin o quruluşu pozulan beyin hissələrinin bədəndə cavabdeh olduğu funksiyalar pozulur. Buna nəinki yaddaş, həmçinin gəzişin pozulması, yuxunun pozulması, danışığın pozulması, düşüncənin pozulması, hər şey daxildir. Və bir yerdən sonra artıq sizin öz bədəniniz üzərində kontrolunuz qalmır. Artıq siz istədiyiniz vaxt tualetə çıxa bilmirsiniz.